Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün çiftə bozbaş hazırlayıram, sizinlə də bölüşürəm. Qışın ən gözəl yeməyidir. Mən çiftə bozbaşı Bakı mətbəxindən hazırlayıram, Bakı üsulu. Ətlə noxudu qoyuram, qəşəng qaynayır. Bir dənə də baş soğan atıram bütöv. Duz da atıram, əlavə edirəm duzunu da. Qoyuram qəşəng, ət bişsin. Ətin kəfini yığıram. Qoyuram həll bişməyə. Küftələri hazırlayıram, tuturam. Küftəni də biraz ertəykən hazırlayanda, 1-2 saat belə qalanda özün tutur. Qəşəng nə partlamır, nə də bir narahatçılığı olmur. Adam var deyir, mən küftə pişirəndə hökmən küftə partlayır, açılır. O sizin ət üzdən asılıdır. Ya soğanı çox vurursunuz, ya ət yaxşı ət olmur. Məsələn, mən ətin hissələri var ki, mal ətinin. O hissələrlə mən küftə bozbaş, kotlet, ayrı-ayrı hissələrdən pişirirəm. Küftənin əti gərək bərk ola. Quyruq qatıram, söz yox, ətə çəkilmiş ətə mən həmişə quyruq qatıram. Nə bozbaşa, nə də küftə bozbaşa mən yağ əlavə eləmirəm. Kər ayağı, nə bilim, biri deyir nehr ayağı, heç bir yağ əlavə eləmirəm, mənim xoşum gəlmir. Ətə yağ vuranda o bozbaş ayrı dad verir. Mənim xoşuma gəlmir, dadlı olmur, elə bilirəm. Mən ona görə də ətə yağ atmıram, ətə quyruq çəkirəm. O elə bişirirəm. Bir də atdığım sümüklərin öz yağı nə çıxır, 1 qram da yağ əlavə eləmirəm. Əsl öz dadında, öz ətində küftə bozbaş olur. Deməli, ət bişdi, çıxan sümüklər olursa çıxardıram. Qoyuram, qəşəng küftələri də tuturam. Əvvəl kartofunu atıram. Kartofun dalıca da küftələri atıram. Kartofu mən küftədən çox qaynadıram. Yəni, kartof həlməl bişsin. Küftəni də ki, bişməyini bilirsiniz də, düyü bişirib, vəssalam, küftə hazırdır. Yeməyin bişdi, hazır oldu. Dadlı, ləzzətli, ətirli. İnan ki, bütün mətbəxi götürür küftə bozbaşın ətri. Mən sarı kök zəfəran işlədirəm. Yəni, tomatla zadla pişirmirəm. Bizim zonamızda qırmızı küftə bozbaş pişirilir. Bir də Ağdam tərəflərdə eyni bizim mətbəxdən bu küftə bozbaş pişirilir belə. Onlarla bizimki demək olar ki, eynidir. Qırmızı tomatdır. Soğan çeylirlər tomatla. Çox gözəl, ləzzətli.